Yeri gəlmişkən biz Sərdar Berdiməhəmmədovun Azərbaycan səfərindən danışarkən təkcə Bakıda deyil, onun həm də bilirsiniz ki, Füzuliyə səfəri oldu, Qarabağ səfəridir, Şuşaya səfəri oldu. Gəlin o səfərdən də danışaq. Bəli, Füzulinin mənasını biz bilirik. Füzuli, əvvəla Füzulini yerlə yeksan etmişdi ermənilər. Yəni, Türkmənistan dövlətinin rəhbəri də öz gözü ilə gördü ki, ermənilərin bir vandal olaraq darmadağın elədi, yerlə yeksan etdi, daşın daşında qoymadığı və cənab prezidentin təbirincə desək, sanki bir vəhşi bir qəbilə gəlib oradan keçib, bu reallığı da orada şəkillərdə və eyni zamanda orada o dağılmış evlərin timsalında, dağılmış abidələrin timsalında onlar bu dəqiqədə var və onları hər kəs görə bilir. Və Türkmənistan prezidenti öz gözləri ilə gördü, o dağılmış, dağıdılmış deməli, Füzulini. Eyni zamanda da o yeni tikilən Füzulini gördü ki, Füzuli yenidən bərpa edilir. Nə qədər fərq var? Bəli, nə qədər fərq var və Füzulinin 2040-cı ilə qədər, yəni bundan sonra 14 il sonra Füzulidə 50.000 insan yaşayacaq. Füzulinin baş planı hazırlanıb. 2000 hektarlıq Füzuli şəhəri tikilir. 2000 hektarlıq ərazidə. Və dediyim kimi 2040-cı ilə kimi də 50.000 insanın oraya köçürülməsi gözlənilir. Və heç şübhəsiz ki, Cənab İlham Əliyev ilə ölkəmizin prezidenti ilə Türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov Şuşaya səfərini də xüsusilə qeyd etmək istəyərdim ki, Şuşa bizim mədəniyyət paytaxtımızdır. Və Berdiməhəmmədov Şuşaya səfəri çərçivəsində ilk növbədə Şuşanın necə dirçəldiyini gördü, necə inkişaf etdiyini gördü. Və Şuşada bilirsiniz ki, Şuşada möhtəşəm bir məscid tikilir. 2021-ci il əsası qoyulub. 8 guşəlidir. O bizim tarixi qələbəmizin rəmzi olaraq 8 noyabr onu və onun minarəsi var. O da noyabr ayını göstərir, 11-ci ayı göstərir. Və çox möhtəşəm bir abidədir və onu ziyarət etdi. Tanış oldu ki, işlər necə deməli dinamik şəkildə getməkdədir. Eyni zamanda Berdiməhəmmədov öz gözləri ilə gördü ki, Şuşada birinci yaşayış kompleksi tikilib, 23 binadan ibarət və artıq insanların qayıdışı təmin edilir və Şuşada regionumuzun mühüm bir universitet də fəaliyyət göstərir, onun yataqxanaları var və gözü ilə gördü ki, Şuşa necə də dirçəlir, necə inkişaf edir. Sonra Bülbülün ev muzeyini ziyarət edildi. Cənab prezidentlə birlikdə. Bəli, bunların hamısını biz efirdən izlədik. Yəni, bunlar hamısı onu göstərir ki, bir dağılmış, viran qalmış Qarabağ və eyni zamanda cənab prezidentin rəhbərliyi altında çox sürətlə inkişaf edən, bərpa edilən və tarixi qayıdışın təmin edildiyi Şuşa. Bütün bunları Türkmənistan dövlət başçısı öz gözü ilə gördü və hesab edirəm ki, bu səfər, Türkmənistanın prezidentinin Azərbaycana bu səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin bundan sonraki inkişafı üçün yeni imkanlar pəncərəsi açır. Bir daha siyasi dialoqun yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın, logistika, daşınmalar sahəsində əməkdaşlığın geniş perspektivlərini özündə ifa edir və humanitar sahədə əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır və bir daha onu sübut edir ki, bizim münasibətlərimiz təkcə bu formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində də inkişaf etməkdədir. Türkmənistan bu günləri bu təşkilatda tam hüquqlu üzv deyil, o müşahidəçi statusundadır. Amma belə səfərlər, belə görüşlər, belə təmaslar, belə yüksək səviyyəli dövlət səviyyəsində dövlət səfərləri nəticə etibarilə ona da gətirib çıxarır ki, bir katalizator rolunu oynayır ki, Türkmənistan tezliklə elə Türk Dövlətləri Təşkilatının da tam hüquqlu üzvü olsun. Bu hesab edirəm ki, bir zamanın tələbidir, həm də ki, bu təşkilata üzv olan dövlətlərin xalqlarının, eyni zamanda Türkmen xalqının bir deməli, ictimai, sosial bir sifarişidir, siyasi bir sifarişidir.